2016-cı ilin cəmi 93 bin kilometrdə Beskraska, Evropeka servis ən maksimal komplektasiya. Bax, Amerikadan istədiyiniz qiymətə gətirə bilirsiniz. Bu Evropeka servisdir. Ən minimal probekləndir, tam boyasızdır. Qırmızı salondur, head-up displeydir, təkərlərin dördü də təzə, qara disk təkər üstündə. Yəni bu komplektasiyadə bu maşının ən ucuzunu Amerika vəziyyətini Amerikadan bilirsiniz. Yəni bax, karbon işləmələri də görürsüz. Bunlar təbii ki, sonradan pul qoyulub. Maşınımıza baxın, şüşə damıdır, 360 kamerası da, arxa qabaq park radarlarıdır, quiz kontroldur, head-up displeydir, meridian sistemidir, memory paketdir. Yəni bildiyiniz maşınımızda hər şey var qardaşlar. Ayaqaltısına kimi qırmızıdır. Maşının qətiyyən qlobal xərci ola bilməz. Motor korobka əla 4 qapı açarsız giriş, palisos Pilsos qapılar. Yəni maşın ideal vəziyyətdədir. Knopka ilə təbii ki, aşağı deyilə bilərik. Zavod Continental zapaskası, ehtiyat təkəri daha doğrusu. Üstündədir. Yəni tam ideal vəziyyətdə maşındır qardaşlar. Belə ideal servis, eyni zamanda maksimal komplektasiya Range Rover Evoque'un minimal bazar dəyəri 30 mindən yuxarıdır ki, aşağı deyil. Amma mən sizə 26.900-ə çəkirəm. Möhtəşəm bir qiymətli, zədəsiz, təkərlərinə kimi, yəni otur sür maşındır. Bir dənə maşının turbosunu Datski dəyişməlidir. O da 100 manat, 200 manat uzağa xərc. Elektronik başqa heç bir xərc maşınımızda yoxdur. Ta diaqnostikasına kimi mən sizə deyirəm. Gəlirsiniz, götürürsünüz, belə minimal xərcsiz Evoque onsuz tapa bilməzsiniz. Zəng eləyin, reallıq eləyin.